gəlmə sifətinin nümunələri də yolunda yoxdur. Allahu əhədun. Bu mənaydı. Allah bəsiddir. Əlbəttə, mərhum Allamə bir yuxarı tohid də izah eləyibdir. Bunun mənası bu da ya, bu birisilərlə zidd. Yəni, bu yuxarı bir marifdir. Bilirsiniz, dinlər əlaqələri bir-birinə. Zidd əlaqəsi deyil. Yüksəlmə əlaqəsidir. Allamə buyurur ki, Allamə Təbatəbai, əqidə sahəsində İslam tohiddə bir şey gətiribdir. Bu maarif qabaqçı dinlərdə yox idi. Onlar da deyirlər Allah birdir. Amma Allah birdir nə mənayadır? Biz İslamda şüarımız Allahu Əkbərdir. Allah hətta mənim bu vəsf elədiyimdən də yuxarıdır. Mən o ki vəsf edirəm, bu da deyil Allah. Bunu mən öz düşüncəmdir. Allah bu da deyil. Bundan da yuxarıdır. Subhanallah amma yəsifundur. Bu yuxarı, bunun adına termincə deyərlər itlaq tohidi. Ki özünün bir sahəsi var və gərək ilahiyyatda bu sahələr araşdırıla və görünə ki, Əhl-i Beyt nə cür tohid hifz ediblər. Onlar ki, tohid şüarı yalanlarını verirlər, Allahı yendiriblər, ediblər bəşər, cism, görsənən, Əhl-i Beyt marifi gətirib tohidi nə cür mənə eləyir. İmam Sadiqə buyururlar ki, bir nəfər gəlir, buyurur, Allah Əkbəri siz nə cür mənə eləyirsiniz? Deyir, Allah Əkbəri min kulli şeyin. Allah hər şeydən böyükdür. Deyir, onda ki, fəqət əsbətə sani, sən ikinci şeydir Allah subut elədin aləmdə. Bir şey var, Allahın müqayisəsində deyirsən, bu ondan böyükdür. Və Allahı sərhədləşdirdin. Allah hər şeydən böyükdür. Pəs bir şeyləri var, Allah onlardan böyükdür. Doğru. Deyir, bu nə cür mənə eləyək? Deyir, Allahu Əkbər mənə Yusuf. Allah daha böyükdür ki, mən vəsf eləyəm. Mən nə də deyirəm, Allah o deyir. Ondan da yuxarıdır. Tohid-i ki, İslam gətirib, Subhanallah amma yəsifundur. Tohid-i ki, İslam gətirib, Allahu Əkbərdir. Ki, hətta la ilahə illallahdan da yuxarı sözdür. Əlbəttə, bunun geniş izahı var. Fürsət olsa, ayrı cələsələr deyəcəm. Pəs, Allahu əhədun. Bu birinci sifətdir. İkinci sifəti ki, bu gün istəyirəm ərz edeyim, əl-əvvəlu vəl-axir. Allah əvvəldir və axirdir. O vəl-əvvəlu vəl-axir. Bu, Quranda Hədid surəsində 3-cü ayət. Bu da Allaha ism olaraq Quranda gəlibdir. Allah əvvəldir və axirdir. Amma bu nə deməkdir? Axı, ziddi sifətdir. Bir şey əvvəl olsa da axir deyil. Axir olsa da əvvəl deyil. Bu nə deməkdir ki, Allah həm əvvəldir, həm axirdir. Hələ o davamında bir ayrı ziddi sifət də var. Həm zahirdir, həm batindir. Bunlar nə deməkdir? Bunların izahatı hamandır ki, hədislərimizdə vardı. Gələcəkdə bir sıra qovmi gələcək, tohidi dərindən düşünəcəklər. Bir mənası budur ki, Allahın varlığa, məxluqata ihatəsi var. Çün ihatəsi var, elə hər də məxluqat əvvəldə də olsa Allah ondan əvvəldir, hər də məxluqat axırda da olsa Allah ondan da axırdır. İhatə səbəb olar, tamamı xilqət hər nədir, Allaha asıl olsun. Biz bəzən məxluqatı müstəqil Allahdan görürük. Ağacı görürük, dağı görürük, dənizi görürük. Allah buyurur ki, Subhanəl-ləzi biyədihi mələkutu kulli şeyin. Hər şeyin mələkutu onun əlindədir. Əvvələn bu ayı göstərdir ki, hər zadın mələkutu var. Mələkut nə deməkdir? Baxın, aləmi, xilqəti, Allahla əlaqəsini insan dərk eləsə olar mələkut. Ağacı bəzən sən ağac olaraq görəsən. Amma Allahla əlaqəsini ağacda görsün. Nə cür əlaqədir? Bir budur ki, deyək, Allah
tabludur Allaha. Belə üzr istəyirəm. Ağac tabludur Allaha. Belə ayrı-ayrıdırlar. Məsələn, 2 dənə şərik var. Bunlar bahəm bir dənə dükan açıblar, mağaza. Bunlar ayrıldılar. Amma o vaxt ki, bahəm idilər, əlaqələri nə idi? Şəriklik əlaqəsi idi. Amma ayrılandan sonra, bir-birlərindən qırılandan sonra yenə vardılar. Lakin bir-birlərindən əlaqələri yoxdur. Aya bu xilqətdə məxluqlar Allahdan ayrılsa, aya yenə o 2 şərik kimindilər? Yəni müstəqil varlığı. Müstəqil varlıqları var. Biz deyirik, yox. Əslən, məxluqun mənası deyil. Yaranmışın mənası deyil. Aləmdə yaranmışa istəsək misal tapaq, insanın təsəvvürlarıdır. İnsanın zehnində məlumatlarıdır. Mən ilə məlumatın nə əlaqəsi var? Məlumatlar ayrıla bilər məndən. Düşüncə olaraq ayrılanmazsa. Oğurlamaq olar? Yox. Bu mənə asılıdır. İradəsi mənə bağlıdır. Aləm də Allaha nisbət ötürdü. Buna bəzi alimlər müxtəlif kəlmələr işlədiblər. Dalğa və dəniz əlaqəsi. Bunlar yenə kəlmə yoxdur deyək ha. Bəli. Kölgə və kölgə sahibi əlaqəsi. Günəş və onun şüası əlaqəsi. Yəni əgər əlaqə kəsilə, daha kölgə qalmaz. Kölgə sahibi ilə kölgənin əlaqəsi kəsilsə, kölgə yoxdur. Doğru. Əgər dəniz ilə dalğanın əlaqəsi kəsilsə, da dalğa yoxdur. Əgər günəş ilə şüasının əlaqəsi kəsilsə, da günəş var, şüa yoxdur. Aləm, xilqətin əsas mənası budur. Xilqət yəni təcəlli, zilvə. Ona görə Quran tamamı məxluqlara bir dənə ad verir. Bir ayə. Nişanə. Bu qərarlaşma, müqavilə nişanəsi də ya. Həqiqi bir. Bu həqiqin nişanədir. Yəni asılılıq həqiqidir. İnsanın gözü açılsa, mələkut görsə görər asılıdır. Bu ki Həzrəti İbrahim tövhid hərayçısıdır. Sun Allah-u Teala Ən'am surəsində buyurur ki, biz kəzalikə nuri İbrahimə mələkutəs səmavat və ərz. Biz İbrahimə göylərin və yerin mələkutunu göstərdik. Tamamı aləmin asılılığını bu müşahidə elədi. Nə bu gözünə, qəlbinə müşahidə elədi ki, kullu varlıq Allaha nisbət dalğa və dəniz əlaqəsidir. Ona görə özünün bir nəyi yoxdur? Müstəqilliyi, imkanı. Ya eyyuhənnas entumul fuqara ilallah. Bu fəqət insanda deyil. Kullu varlıq Allaha bağlıdır, möhtacdır. Allahdır fəqət imkanlı və müstəqil. Bunu insan dərk eləyə, onlar aləmin mələkutunu gördü. Bu ki, hər şeyin mələkutu var. Yəni, hər şeyin Allaha tərəf bağlılığına deyərlər mələkutu koyulur şey. Biz bəzən aləmin mülkün görürük, mələkutun görmürük. Biz ağacı görürük, ağacın bağlılığını Allaha görmürük. Biz özümüzü görürük, ona görə məğruruq. Özümüzün bağlılığını Allaha görmürük ki, bir anından həyatımız gedər, bir anından xəstələnə bilirik, bir anından gücümüz gedə bilər. Bir andan hər nə enerji varımızda hamısı qutular. Bir andan unudarıq. Bəli. Bu asılılığa deyirlər mələkut. Bu forma sistemdə Allah var və onun cilvəsi. Allah var və onun cilvəsi. Aləmdə təkcə Allahdır və la qeyr bir də onun cilvələri. Nə mənə məxluqat var, hamısı Allahı göstərir. Allaha bağlı bir varlıqlardır. Bu mənası budur ki, huvəl əvvəl və l-axir. Sən hər yerdə Allahı görəcəksən. Çünki tamamı varlıqlar hamısı asılı bir formadadır. Elə əvvəldə də baxsın, asılı formadadır, axırdan da baxsın, asılı formadadır. Bu iki Əmirul Möminindən soruşdular, sən Allahı görürsən, ibadət edirsən, buyurdu, hər şeyə mən baxsam, əvvəldən də Allahı görürəm. Ondan da, ondan sonra da. Çünki asılı varlığı görən, mələkutu görən, bilər ki, həmişə
Allah qəyyumdur, bu asılıdır. Qəyyum yəni huvel qahiru fawqa ibadihi. Quran buyurur Allah qəhharlıq rabitəsi var. İhatəlik rabitəsi var bu aləminlə. İhatəlik rabitəsində huvel əvvəl və axirdir. Doğru. Teşekkür ederiz Üstad. Allah razı olsun. Kısa bir fasilənin fərqli sesler